Dulazəri, Bəli, bəli. arxaların böyüdən bu şou biznesdə qadınlar var. Onlara necə baxırsınız? Doğrudan da mənim yaralı yerimə toxundu Sara xanım. Keçən dəfə ad çəkmirəm, efirlərin birinə çıxmışdım. 2 dənə xanım gəldi. Lap lazım olur adını da deyərəm. Prosta gələn verilişlərdə deyərəm onu. İnandırım ki, elə bir ki, rəndədən çıxıblar. Bütün şeyin də televiziyanın işçilərinin də gözü qalıb bunların dalında. Bugünkü gün tanıdığım insanlar var ki, dalın böyüdüblər. Amma elə bir ki, dalın böyütməmişdən qabaq heç kim idi. Amma dalın böyüdəndən sonra hər gün efirdədir. Bax, böyük bir abırsılıqdır. Sağ olsun, keçən reportajda qeyd elədim. Elə dalın böyüdüb, efirə çıxmağının həci qapazlayır. Dalın böyüdüb, efirə çıxmağının həci qapazlayır. Bir də qoyursan ki, dünən 40 manat oxuyurdum da mənim yanımda. 50 manata gedirdim toya. İndi bu insan gəlsən ki, bir yarım saatda bu iş var da, deyil 3000. Xeyr ola. Niyə görə? Dala görə. Yəni, dalda böyük kəramət var. Bunlar ona görə dallarını şişirirlər ki, bəlkə yox, tutuzururlar. Çox müəyyənlər dalı ilə tutuzurur. Belə. Pul verirlər də onlara. Bəs bu dalı böyütmək havay olmur ki. Birinci pul verir, gedir dalını böyütdürür. Deyir ki, mən sənlənəm. Bir müddət həzi qardaşımız belə gözünün qurdunu öldürəndən sonra indi o gedir kimin yanına Allah bilir. Başqa bir həcə tapır. Qısqanmırsınız kişilər, o qadınlar belə at oynadır da bu dəqiqə şou biznesdə. Qısqanmaq deyəndə ki, yox, qısqanmaq da söhbəti yoxdur. Onların cinsi qadındır, bizim cinsimiz kişidir. Amma ki, səhnəni ələ alırlar. Barəsində əlbəttə ki, qısqanmaq. Ona görə deyirəm ki, ələ alırlar səhnəni. Deyirəm, bir dənə sual mən verim də Sara xanım sizə. Biz neynəyək? Biz məsələn kişi ifaçıları, kişi müəyyənlər. Biz neynəyək? Nətər eləyək? Bir dəfə açıqlama verdiniz ki, biz də həc axtarırıq özümüzü, həci tapacağıq. Yox, o bəxt ki bizdə var, inanmıram bizə qismət o həci. İnşallah yaxşı olar. Görək də görək nə orada. Oldu, çox sağ olun.